Amerika Birləşmiş Ştatları İran danışıqları növbəti mərhələyə qədəm qoyub. Aprelin 12-sində Omanda qurulmuş müzakirə masasının ardınca nəzərlər Romaya yönəlib. Əvvəla qeyd edək ki, danışıqların birinci raundunu qənaətbəxş hesab edənlər az deyildi. Məsələn, Rusiya kimi. Görüşün ilk mərhələsini Tehran üçün strateji adlandıran Kreml, Xarici İşlər Naziri Sergey Lavrovun timsalında İranın Vaşinqtonun nüvə razılaşmasındakı ciddiyyətinin şahidi olduğunu açıqlayıb. Bildirilib ki, Oman müzakirələri tərəflərin niyyətini və qərarlarında nə dərəcədə qəti olduqlarını sübut etdi. Bu mənada ikinci görüşdən də gözləntiləri yüksəkdir. Ancaq İran üçün əsas narahatlıq sanksiyaların cəngindən can qurtara bilməsidir. Nüvə proqramı ilə bağlı qəti qərarın verilib-verilməyəcəyi isə zamana bağlı məsələ olmaqla yanaşı proseslərin gedişatından əsaslı şəkildə asılıdır. Əgər yayılan məlumatlara inanmaq olarsa, danışıqlarda İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması zərurətindən də bəhs olunacaq. Xatırlatmaq lazımdır ki, 2015-ci ildə bənzər yanaşmanı Rusiya sərgiləmişdi. Bu dəfə də oxşar hadisələr baş verə bilər. İrandakı vəziyyətə gəlincə isə hakimiyyət göstərməyə çalışır ki, onlar təzyiqlərə boyun əyməyiblər. Əksinə müəyyən uğurlar əldə ediblər. Məsələn, sanksiyaların ləğvi kimi. Bugün Qərb və ABŞ-nin İran qarşısında təklif edə biləcəyi yeganə real güzəşt də əslində məhz budur. Qərb nəşirləri İranın nüvə silahının bir addımlığında olduğunu yazır. Məhz bunun nəticəsidir ki, Birləşmiş Ştatlar Senatı və Respublikaçılar Tehrana qarşı bu məsələdə qəti və həssas mövqe nümayiş etdirir. İrana gəlincə isə o, atomun zənginləşdirilməsini sıfıra endirmək niyyətində deyil. Bu baxımdan analitiklər Trump administrasiyası üçün qərarın çətin olacağı qənaətindədirlər. Hesab edirəm ki, İsrail və Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi qarşıdurma ehtimalı indiyədək olmadığı qədər yüksək səviyyə çatıb. İranın nüvə proqramı kimi təhdidlərlə mübarizədə Birləşmiş Ştatlarla əməkdaşlıq labüdləşir. Bu, Barack Obama'nın dövründə də belə idi. O zaman da İranın nüvə obyektlərinə hücum ideyası gündəmdə idi. Lakin Amerika Birləşmiş Ştatlarının reaksiyasından qorxulduğu üçün belə bir addım atılmamışdı. Əgər yeni bir razılaşma çərçivəsində İranın nüvə silahının yayılmaması haqqında müqaviləyə uyğun olaraq sülhməramlı məqsədlərlə uranı zənginləşdirməyə icazə verilərsə, bu Birləşmiş Ştatlar tərəfindən ciddi güzəşt sayıla bilər. İlkin proqnozlara görə Birləşmiş Ştatlar İrana tətbiq etdiyi sanksiyaları tamamilə aradan qaldırmayacaq. Analitiklər bildirirlər ki, buna səbəb rəsmi Vaşinqtonun İran üzərində təsirini davam etdirmək niyyətindən asanlıqla yayınmaq istəməməsidir. Zeynəb Mirzəyeva, Real.